Açıq ürək əməliyyatı zamanı ürək necə dayandırılır və sonra necə işə salınır? Bir çox ürək əməliyyatlarını icra edərkən ürəyi dayandırmalıyıq və dayanan ürəkdə əməliyyat icra olunur. Bunu edə bilməyimiz üçün ilk olaraq ürəyi xüsusi ağciyər ürək aparatına qoşuruq. Bu aparat ürək və ağciyərin funksiyasını yerinə yetirir. Bundan sonra üzərində əməliyyat apardığımız ürəyi bu dövrandan, qan dövranından xüsusi cərrahi instrumentlərlə ayırırıq və həmin ürəyə kaliumu yüksək olan xüsusi bir məhlul yeridirik. Bu məhlul yeridildikdən sonra ürək dayanır. Lazımlı proseduru icra eləyirik və sonunda ürəyi yenidən bədənin qan dövranına qoşuruq. Nəticədə ürəyə qan getdikcə həmin bizim o ürəyə vurduğumuz xüsusi məhlul ürək hüceyrələrindən yuyulur və ürək yenidən işləməyə başlayır. Bu şəkildə bütün ürək əməliyyatlarını icra edə bilirik. Bu çox qəliz görünsə də, biz hal-hazırda gündəlik gördüyümüz işdir və yüksək texnologiyaların nəticəsində bu əməliyyatları çox aşağı risklə icra edə bilirik.